download edək. Bugün planşetdə gördürməmişəm. Ayşə müəllim hansını deyirdi? Siz hansısa birini deyirdiniz ki, şeydir, isbat eləmək lazımdır. Axşamınız xeyir müəllim. Hər Yapışdırma vaxtınız qanunu var ya orada görürsüz orada. bu. Hə, bəli, olan hər ikisini. Burada baba tutaq ki, buna baxırıq da birinci. Fikir verin, Y hər ikisində ortaqdır, düzdür? Y-i çıxardaq çölə. Nə olacaq onda? Y vurulsun. İçəridə nə qalır? X üstəgəlinsin, X-in inkarı, düz? Bu X-ın X-in inkarı 1 verir də zaten bizə. Elə deyil mi? Deyib, burada var. Bəli, mən başa düşdüm. Y-i də 1-ə Bəs vursam Y alacaq. o birisində də Y ortaqlıq kimi çıxarda bilərik. Yox, burada toplamadan axı, toplamaların hasilidir. Bunu belə yazacaqsa, elə bil ki, bax, X vurulsun, X-in inkarı. Elə bil ki, belə də A üstəgəlsin, B vurulsun, tak ki, Vurub C açacağım üstəgəlsin, B da. olanı siz vurub açırıq da, o cür eləyəcək. Vurub açacağım bir-bir, hə. Deməli, üstəgəlinsin, X-in inkarı vurulsun Y. Üstəgəlinsin. İndi keçirəm ikinciyə. Bunu X vurulsun Y. Sonra Y vurulsun Y. Elə olmur. Bu da elə Y verəcək də, onsuz da bizə düzdür. Bax, bu sıfırda bu gelir. Bu üçündən də Y-i mötərizə xaricine çıxardaq. İçəri nə qalacaq? Deməli, X-in inkarı üstə gələ X üstə gələ 1. Düz. Bu zaten bizə 1 vermir. 1'i də Y vursam yenə Y alacam. Başa düşüldü? Bəli, mən başa düşdüm. Çox sağ olun. Yəqin bugün bu dərsin üstündə qalarıq da, mən çox çətin gəlir bu mövzu mənə. Bir dərsi keçirəcəm mövzuda, yenə test verəcəm bundan, tapşırıqlar verəcəm. Riyazi məntiq vacib mövzulardan biri də 2-3 sual düşür hər dəfəsində miqyarı sertifikasiya edilə. Yəni, təzə fən kurikulumunda bu bayağı bir yer ayırıblar buna. Testlərdən işləyə bilmişik müəllimlər. İşləmişim müəllim. Biraz da qalıb. O zaman Ancaq nə bilmədim. qədərini işləmişiksə ona baxaq. Cavablarını yollamışdın da sizə qrupa. Bəli, yollamışdır. Hamısını eləmişəm, sadəcə bilmədilərim qaldı 5-6-dan. Bunda gəlin belə eləyək də, bu günləri çox eləmərik. Eləyə bilmədiyimiz xüsusi tiplər varsa onlara baxaq. Bəli. Birinci deyim nömrəni nədir? Hə, deyil. Birinci 29 bu Hansı tiplər 29 əsas çətinlik törədirsə 29, hə? rəqəm də qoydum. Gördüm belə düz olmur. 14 qoydum. Bu ifadənin doğru ola bilməsi üçün içəri yalan olmalıdır. İçərinin yalan olması üçün də mütləq hansı şərt ödənməlidir? Bura 0 olmalıdır, bura 1 olmalıdır, düz? O inversiya hər ikisinə aid idi. Elə bildim hər ikisinə aiddir. Ona görə Hələ ümumi çöldən inversiyatda. Deməli birincisi yalan 0 olmalıdır. Aha. Deməli bu 0'dır. Deməli x nədir burada? X kiçikdir 15'dən. Düz? Bu doğrudur. Bəli. Bir də bu da doğru olmalıdır. Yəni bu 0'dırsa inkarı doğru olmalıdır da bunun, elə deyil. Yəni x 6'dan böyük deyil. Onda x nədir?
Eşitdir bərabərdir. Nədən? 6-dan. Düz. Yəni bu hər Yazım. ikisinin doğru eləyən qiymətlər neçədir? 6-dan 1-ə qədər olan ədədlərdir də. 1, 2, 3, 4, 5, 6. Bunların da toplamı mı? Başa 15'ten düşüldü? yani ki x 15'ten kiçik olmamalıdır. O biri de böyle. Yox, kiçik Başa olmalıdır. düşdüm. Birincisi doğru olmalıdır, ikincisi doğru olmamalıdır. Asan dil çaşdırıcı idi. Mən belə rəqəm qoymuşdum. 14. Deməli 63 qalıb. 63. O siz düsturlar yazmışdınız. Onları elə bil əzbərləmək olmur. Məntiqlə belə başa düşdüm. Onları gərək mütləq əzbərləyib belə tip misalları həll eləyək biz müəllim. 63-də. 3. Yox, əzbərləmək yox, sadələşdirmək. Hələ o qanunları bilmək lazımdır da mütləq. Bu əslində sadədir. Çünki bax, A konjunksiya B ilə A konjunksiya B-nin inkarıdır. X ilə X-in inkarının konjunksiyası nə verirdi bizə? Asan demişdim. 0 Bir vermir. Bir verir, verildi də. Bir. sıfır Bir Bir yox, vermir 0. deməli. 0, 0. sıfır. Konjunksiyası 0, disjunksiyası 1 verir. Hə. Sıfırdır. Sıfırla da məsəl üçün A-nın da cavab sıfır eləyər də mənim belə Bəli, bəli. düzdür. Sırdaya vuranda 0 eləyir. Deməlim 77-də mən də rəqəmzad qoydum belənciliyi. Görürəm səhv çıxır, D bəndi olur orada. Sə 77-də. 76-ya da baxaq, 77-yə də baxaq. Deməli, bu tip suallarda bunun inkarını istəyir də. Bunun inkarını tapanda bu bərabərdir. Benim İnkarı bərabər işarələri olacaq. nəzərə almamışdım. Hə? İşarələrə baxmamışam. Yəni yalnız ABC-yə baxmışam. İşarələrə diqqət eləməmişəm. B yazmışam, Y. İşarələr. De Morgan tətbiq eləyirik də elə bil. İki dəfə Bəli, özdə. aydın. Bir dəfə bu mötərizə ilə buna De Morgan tətbiq eləyəcəyik. Bir dəfə də mötərizənin içinə De Morgan tətbiq eləyəcəyik. Hı hı, aynen. 84, 83 qaldı. Zaten mən 77-də belə A bəndi olar, nə bilim, amma ki C bəndi orada İstənilən X verilir. üçün bu doğrudursa, Yox, D bəndi. bunun inkarı Evet. istənilən X üçün doğru deyil olacaq. Yəni bu böyük bərabərdir. İxtiyari X üçün bu böyük bərabərdir. Sıfırdan D variantı. Mən burada kiçik idi, mən bu böyüydü götürmüşdüm. Yəni qayda belədir də, belə çıxır. Hələ kiçiyin inkarı böyük bərabərdir olmalıdır. Böyükdür yox. Sonra 84, 83. 79. 84, 80. 9 da var benim evvelde. 83-ü dediniz müəllim, 83. 79 var. Yana baxaq. A'nın qiymətlərini yazanda ödəyir axı müəllim. Cavab D çıxıb ama A'nın qiymətləri də ödəyirdi. Birin inkarı sıfırdır. Deməli, Q-yə 0, R-ə də 1 versək. A da ödəyir, bəli. Cavab nə çıxıb ki? Yenə 1. D çıxıb. D ödəyirmi ümumiyyətlə onu? D ödəmir axı. Belə işte D'yə baxmadım çünki A'nı 2-3 dəfə yoxladım. D ödəmir, Y ödəmir, C ödəmir. Çünki bilirsiniz niyə? P-nin sıfırın inkarı 1 eləyir. Bunun da bir tərəfi 1 olan kimi avtomatik cavab 1-dir. Ola bilməz. Yəni C, D-yə heç ola bilməz. Tamam. Sonra neçə? 83-ü dedilər.
83. Buna 83-dən elə bir çox var. Bir dənəsini bilsən, o birilərini eləyərik. O da ikiliyə bölünür. 83-ü dairə də çəkdim, belə bildiyim kimi gördüm, düz gəlmir. Yox, bu şeylə bağlıdır. Bu tip suallarda biz nə edirsiniz? Bax, 34-də ikiliyə İkiliyə. çevirirsiniz. 45-i də, 85-i də. Necə müəllim? İkili İkiliyə. say sisteminə çeviririk ilk növbədə. Hamısını. Bəli, bircə saniyə qoy baxaq. Deməli, birinci növbədə 34-ə baxaq. 34-ün ikilik kodu nədir? Deməli, Yəni belə gedirik. Elə bircə 1, onluq. 0, 0, 0, 1, 0. Sonra növbəti ədəd neçədir orada? 47-dir. Yox, 45. 40 değil. 45'te de burada 1, 0, 1, 1, 0, 1. 1, 0. Grafik planşeti kursta koymuşam ona göre. 1, 1. Sonra eləyəndən sonra müəllim ən disə çıxacaq, orada toplayacaq. Yok. Vuracı En sonra neydi? toplayacak. En Vurma. çıkma Ən değil ki abi. düzəlt. Bəli. En neydi? Məntiqi nə deyirəm? Dairəvi misallarla elədim. Dairəvi misalları demirəm. En ümumən nə idi? Konjuksiyadır, vurma. Bəli, en vurmadır. Onda vuracağıq da. Amma dənə-dənə. Məsələn bax. Biri sıfıra vuranda 0. Biri sıfıra vurdum 0. Biriz nətər belə. Bəli. Hər birinin ayrı-ayrılıqda. Bunu desə nəzəriyyədə vermişəm. Bu da 1. Sonra bir də nə var burada? Or var da. Həmin şeyin oru var. 45 or 85. İndi 85'in də ikilik kodunu tapaq. Or olanda da elə bil ki alt-alta yazırıq. Oru tapırıq da bu dəfə. Yəni toplayırıq. Bəli. İndi or tam olaraq toplama deyil də. Məsələn 1 ilə 1-i toplayanda normalda 2 eləməlidir. Amma 1 yazırıq biz toplayanda. 85. O da budur da. 1, 0, 1, 0, 1, 0, 1. 1, 0, 1, 0. Oy ne pis oldu bunun. 1, 0, 1. Sonra da alt-alta. Məsəl üçün 1 ilə 0, 1 verir. 0 ilə 0, 0 verir. 1 ilə 0, 1 verir. 0 ilə 0, 0 verir. Bu 2 1, bu 1, olanda, bu da 1. elə bir ki 2 olanda cavab 1 götürürük. 1 ilə 1'in oru 1 vermir. Beləncə. Sonra Sonra mənim 84 də qalıb elə. 84. İnkarı aşağıdakilerden hansıdır? Deməli, nə edəcəyik? Bunun inkarını tapmaq üçün normalda bu nədir? Deyək ki, buna bir dənə A desəz, buna da bir dənə B desəz, A implikasiya B, bunun ifadəsi necə olur? A implikasiya B. Nə deməkdir bizdə? A'nın inkarı disjunksiya B. Düz. İndi mən bunun inkarını axtarıram.
Bunun inkarı necə olacaq? A. Konjunksiya B'nin inkarı. Düz. Öyle değil mi? Hı. Şimdi A'nın yerindeki budur. X üstü 4 Fazla yere atmışsın. beraberdir 81. Düzdür mü? Bəli. Şimdi bu konjunksiya neyle? Bu B'nin yerinde de şey durup da budur değil ama bu disjunksiyalar durup da bunlar inkarları olanda bunun da neyi olmalıdır? Konjunksiyası olmalıdır, öyle değil. Yani böyle bir şey olmalı da X fərqlidir mənfi 3'ten, X fərqlidir 3'ten. Aydındır. Bundan alınmalıdır ki ne olsun? X üstü 4 81'e beraberdir. D variantında. Çünkü B'nin inkarı olacak da bunun inkarı aydındır. Aradaki de konjunksiya çevrilecek. O Onda harda Y var. olur da müəllim. Ha Y Y olur. Y, variantı. Y variantı olur. Bəli. Başa düşüldü? Çox- Onun oxşayanları da var. Onları da eləyəm daha yaxşı başa düşüm. Hı -hı. Sonra 128 yazılı burada. Bir də mənim 86-ya bir dənə baxardınız burada. Deyir ki, hansı yanlışdır? C bəndi verib. A. Bu niyə yanlış olur ki? Burada olandır. Necə müəllim? Bu sırf cədvəldə verilən değil bu. B variantıdır burada. C değil. A ilə birin disjunksiyası 1 verməliydi. A yox. Mən səhv cavabı səhv baxmışam. Bildim düz yazmışam. Elə bildim C yazılıb orada. Bir də müəllim 93 80. 93 şey. 93. Mənfi elə bir Bunu 44 bir verib hızlı cavab. saxlayın müəllimə. Hə. Not A bərabərdirsə B-yə. Bəli. Ki onu Allaha da xoş olsun. Ben de belə yazaq. Not A bərabərdirsə B-yə. Bu nəzəriyyə yazmışam deyəsən. Onda A üstə gəlinsin B bərabər olmalıdır mənfi 1-ə. Yəni 43-ün üstünə nə gəlsəz mənfi 1 ala bilərsiniz. Onu düşünürsünüz. Deyəsən mənfi 44 eləyir də C variantı. Bəli, C bəndi verib. Sonra 89. 89. Və hansı doğru məntiqi qiymətini alır? Bir baxmaq lazımdır. İstənilən x elədiyi üçün x kvadratı böyük bərabərdir x-dan. Bu həmişə doğru deyil. Məsələn, 0,5 qoysaz, yox, x tam ədəddir deyir. Tam ədəd üçün ödəyir. Elə birincisi ödəyir. X
Əlbəttə var ki, D A variantı da elə. Burada bir dənə problem nədədir? D variantı da düzdür. Çünki elə x ərəli var ki, x kvadratı çıxılsın 1, kiçikdir 0 yazılıb. Ola bilər bu da. Çünki məsələn x-in yerinə 0 qoysaq, aydındır? Sonra 128 var burada. İkilik idarəci siqnala çevirən qurğu necə adlanır? Deşifrator deyil bu. Hmm, Bir sual var idi məndə 128-də bəli adı. Onlar sanki yox idi ya da mənim diqqətimə yayındı. Məncə mühazirədə yox idi. Onda yazın da qeyd edin öz üçün. Bax, ikili kod kombinasiyasını idarəedici siqnala çevirən qurğu deşifrator, idarəedici siqnalı ikili koda çevirən qurğuya isə şifrator deyirlər. Register prosesorun, mikroprosesorun oyuqlarına deyirik biz. Yaddaş oyuqlarına. Triggerlə sayğacın da nə olduğu var da orada məncə. Sayğac əslində yoxdur orada. Sayğac mikroprosesorun dövrlərini sayır. Triggerin nə olduğu da var orada nəzərədə. Sonra 137 var burada. Burada müəllim doğru olan mən 1 ilə 3-ü tapdım. Bir də doğrudur bu heç. Bəli, 3 də doğrudur. 2 ilə 5 səhvdir, bir dənə 4 müəmmalı qaldı. 2 niyə səhv ki? 2 də doğru müəllim. Niyə ki? P ilə P-nin inkarının cəmi nə verir? Həmişə 1 vermir. Toplamat da burada 3 ilə. 1 ilə də nəyi toplasan 1 eləyəcək. 2 də düzdür. 1 düzdür, 2 düzdür. 3-ə baxaq. 1 ilə 1-in ekvivalentliyi 1-dir. Bu da 0-dır. 1 ilə 0-ın cəmi də 1 eləyir. Bu da düzdür. 1 də düzdür, 2 də düzdür, 3 də düzdür. İndi 4-ə baxaq. Deməli, bu tərəf 1-dir. Bunları İC ilə yazmaq lazımdır da. Hə, 1. 1-in inkarı 0 eləyəcək. Düzdür, 0 üstə gəlinsin. Bunu da yazanda necə eləyirdik? P-nin inkarı üstə gəlinsin Q. Üstə Bunu da üstünə gəlsək, P-nin inkarını bu da 1 eləyəcək. Düzdürmü? Əvvələ niyə pen inkar olaq 0 niyə yazdınız? Onu bilmədim. Bu normalda implikasiyada belə deyildi. Birincinin inkarı üstə gəlsin ikinci. Hı. Birin inkarı 0 eləmir. Ona görə yazdım. İkincinin olduğunu Sonra bu da yazdım. mötərizədədir deyə bir də Hə. bunun üçün ayrıca Sonra yazdım. mötərizəyə bir də tezbir ediniz. Aydındır müəllim, aydındır. Bu 0'dır, bu 1'dir. 0'dan 1'in ekvivalentliyi 0 verməlidir, 1 yox. 4 ilə 5 yanlışdır. 1, 2, 3 düzdür, 3 dənəsi. Sonra neçə var burada? 139. 39 eynidir müəllim. Burada 38 belə alınca də alan- A1, B1'dir. Düzdür, 1 ilə 1'in disjunksiyası bizə verir 1. X'imiz 1'dir. Onda bura 1'dir. Of. Bu planşetin olmamağı incidirir məni. Bu 1'dir, düzdürmü? Buradan 1 gəlir. Bura 1'dir. S'miz nədir? S'miz də 1 olacaq da. Çünki bax burada A'nın yerinə 1 qoysaq, 1'in üstünə nə istəyirsə gəlin. Bu tərəfin nə olmasına asılı olmadan cavab 1. Yəni Burada S'miz inkarı 1'dir. 0 olacaq. Bəli, inkarı 0'dır. Onda bura 0'dır. 0 ilə Burada 1'in 0'dır.
doğru. Düz. Bu da 0 verəcək bizə. Onda burada 0'dır. Bu İnkarı da 1, 0'dır. İ bir. Düz. 0'ın inkarı 1. Düzdürmü? Bura 1'dir. 0 ilə 1'in cəmi 1. Bir. Onda bu da 1'dir avtomatik. Buradakinin nəticəsindən asılı olmadan. Burası 0'dır. 0 ilə 1'də də 0'dır. Və salam. Cəmi Tamam. istəyir də 20, bizdən. X, Y, Z, K, A, 1, B, S. Z1, K1, 4, 5, 6. 6 olur da müəllim. Ama cavabı 6 7'dir olur. ama 6 olur. Hansısa 0 olan var ki bunlardan? Heç biri 0 olmur. Hamısı 1. C0 oldu axı müəllim. Ay yox, C1 oldu. C1 İnkarı oldu. 0 oldu. Birinci müəllim bildiyim C-ni 0 götürmüşəm. Hmm. Yüz qırxda da hə. İkili sıra çeviriş şifrədir. Bir də müəllim sondan 4 dənə 47, 48, 49, 50. Bu Venn diaqramlarda çətinlik çəkdim yenə. Bu Müəllim, suallarda onları ilk rəqəmlərlə öncə də biz nə etmək yazdım. lazımdır? Bunları sadələşdirmək lazımdır. Bunun iki yolu var da. Ya Euler Venn diaqramı ilə yazılır, şeylə yazırlar da, o çoxluqlar üzərində əməllər şəklində yazırlar. Belə də elədim, eləyə bilmədim. Gördüm. Ya da cədvəllə yazırlar. Məsələn, deyək ki, yazırıq burada. Deyək ki, A, B, C, bir də nəticə var da, düzdür? Nə edirsiniz? Məsələn, 3-ə 0 verirsiniz. 8 dənə mümkün qiymət olacaq da burada. 3-ə 0 veririk məsəl üçün. Sonra burada 3-ə 0 qoyub yoxlayırıq ki, görə nəticə nə olacaq? Aydındır. Məsələn, 0 ilə 0-ın ekvivalentliyi 1-dir. 0-ın inkarı 1, bu tərəfdə 0. 1 ilə 0-ın disjunksiyası da 1 eləyir. 1 ilə 1-in hasili 1 eləyir. Yəni, 3-ünün 0 olduğu yer haradır? 3-ünə aid olmayan biri götürürük də müəllim onda. 1. Deməli, 1 ödəyəcək. Aydındır. Deməli, 1 Evet. rənglənəcək. Sonra, məsələn, 2-ni yoxlayırıq. 2-də nədir? İndi bunun cavabların üzərindən də getmək olar. Məsələn, 1 ödənən, 2 ödənmir dəqiq. Çünki şeydir. Burada fikir verin, 2 ilə başlayan variantlar yoxdur. Ya da ki, 2 tutaq ki, ödənir. Yoxlayaq onda. 3 hər üçündə A-da da, D-də də, Y-də də 3 ödənir. 3-ü yoxlamayacağım. 2-ni yoxlayaq birinci. Görək 2 ödəyirmi? 2-də budur da. A ilə C 1-dir, B 0-dır. Düzdür? 1, 0, 1. İndi 1, 0, 1 qoyanda burada nə olacaq? 1 ilə 0-ı qoysam, bu 0-dır. Bir tərəf 0-dırsa, nəticə avtomatik 0 olacaq. Yəni, 2-də rənglənməyəcək. 2-də rənglənmədiyinə görə bunlar gedir. Düz? Bir də 4-ü yoxlayaq və salam da. 4-də nədir? A ilə B 1-dir, C 0-dır. 1 ilə 1-in disjunksiyası 1, bu da 1. 1 ilə 1-in konjunksiyası yenə 1 eləyəcək. Nəticə 1-dir. Yəni 4-ü götürəcəm. 4-ü götürürəm, sonra cavab budur da. 1, 3, 4. D variantı. Başa düşüldü? Yəni nəticəsi 1 olan yerləri götürürük də biz. Cavab kimi. Hansı dairədə var 1, hansı dairədə yoxdur Bəli, bəli, 0. bəli. O 0-1-lərin hansı hissəyə aid olduğunu bilirik. Həmin ona uyğun olaraq Bildim, şeyləri narahat tapırıq. Tam başa düşdük? olmayın. Evet. Bir də 150-yə baxardıq müəllim, o başqa tipdəydi. Hə, tənlik kimi baxırıq da buna. Burada bilirsiniz məsələmiz nədir? Deyək ki, bunun doğruluq cədvəlini qururuq. Doğruluq cədvəlini qursaq 16 dənə sətr olacaq burada.
Ben ona göre Bizə qaldım. lazımdır bu ifadənin doğru olması. Bu ifadənin doğru olması üçün bu da doğru olmalıdır. Bu da doğru olmalıdır. Bunun doğru olması üçün içərisi yalan olmalıdır. Düzdür? İndi içərinin yalan olması üçün ya da belə bir şey eləyək də bunun üçün. Bax, deyək ki, inkar verək. İnkar. A, biraz sadə formaya salaq, bunu daha rahat olsun. A, konjunksiya B. Burada da bax, hər ikisində inkar var. Ümumi inkarı çölə çıxarsaq nə olacaq? Konjunksiya, inkar, S, konjunksiya, nə? B. Demorqanı tərsdən tətbiq edəcəm. Deməli, bunun, gəlin belə deyək də, bunun doğru eləyən neçə dənə qiymət var? Doğru eləyən. Doğru olması üçün deməli Bunun birincisi doğru olması üçün doğru, bu tərəfdə ikincisi doğru doğru olmalıdır. olmalı. Bu tərəfdə doğru olmalıdır, düzdür? Deməli içləri yalan İçləri olmalıdır yalan ki, olmalıdır. inkardaş. İçləri yalan eləyən bunun 3 dənə qiymət var. Bunun da neçə dənə qiyməti var? 3 dənə. 3 dənə. Düz? Özlərinin ortasında bir dənə varsa, o da 3 dənə olur müəllim. Onu da nəzərə alırıq. Necə? Ortada bir də konjunksiyaları var da müəllim ikisinin. Yox, ona baxmırıq da. Onun bildiyi ki, bura doğru olmalıdır, bura doğru olmalıdır. Bunun doğru olması üçün 3 dənə variant var. Bunun da doğru olması üçün 3 dənə variant var. 3-ü 3-ə vururam, 9 al olur mu? Hı. Yəni ailə vurmadı da bəli. Aydın böyle. Yox, bizə nə lazım idi? Doğru Hə, eləyən doğru işi eləyən həldir. lazım idi da. Doğru olması üçün Bəli. içəri yalan olmalıydı. Yalan eləyən 3 dənə hal bunda var. Doğru, 3 dənə hal da dokuz. bunda. 9 dənə hal. D variantı. Başa düşüldü? Bəli, müəllim, aydın. Yəni adətən sadələşdirmə aparmaq mümkünsə sadələşdirib sonra mümkün halların sayına baxırıq. İndi işləyəcəyik sizlə o tipli suallar. Düzdür, başqa kitabda yoxdur. İndi Gündüzün kitabından atacağım sizə. Başqa demək olar ki, heç yerdə riyazi məntiqlə bağlı sual yoxdur da. Çünki bu abituriyent proqramında yoxdur deyə. Kitabların heç birində verməyiblər. O Gündüzün köhnə kitabında var idi bir 30-40 dənə sual və salam. 143 ilə 144-ü bir dənə nə qədər əlləşdim, onları eləyə bilmədim mən. Asandır. Bax müəllimə. 144-ü deyim, 143 sizin. Hı. Burada ardıcıl birləşəndə bunların arasındakı konjunksiyadır. Belə paralel olanda, məsələn, bax, bu S-lə T-nin arasındakı konjunksiyadır, amma bu Ardıcıl. ikisinin birlikdə ifadəsi ilə Aşağıdakı onun arasındakı paraleldir. disjunksiyadır. Başa düşüldü necə? Elə bir belə olacaq da, S konjunksiya T, disjunksiya U, sonra bura bütövlükdə nə ilə şeydir? Paraleldir. Q ilə R-in konjunksiyası ilə, düzdür? Yəni arada bir dənə də disjunksiya qoyacağıq. Q ilə R-in konjunksiyasını götürəcəyik. Sonra bu da bütünlükdə nə ilə ardıcıl gəlir? P ilə ardıcıl gəlir. Yəni olacaq P konjunksiya mötərizənin içində Q konjunksiya R, disjunksiya sonra disjunksiya U, disjunksiya